Bərdədə abadlıq quruculuq işləri davam etdirilir. Küçə və prospektlərdə piyadaların təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan səkilərin yenilənməsi istiqamətində işlər mərhələli şəkildə davam etdirilir. Görülən işlər çərçivəsində Heydər Əliyev prospekti, Sərhəd Zöhrəb Bəyov küçəsi, Pərvin Əlizadə küçəsi, Asif Əsgərov küçəsi, Elməddin Yusubov küçəsi, Həzə Aslanov küçəsi, Vaqif küçəsi və Qəhrəmanlar parkı ərazisində abadlıq və yenidən qurma işləri icra olunur. Layihə üzrə nəzərdə tutulan işlərin sonunda sözügedən ərazilərdə 11.265 kvadrat metr tamet daşlarının döşənməsi, 1831 kvadrat metr istinad divarlarının ağla üzlüklə üzlənməsi işlərinin aparılması, habelə 6611 metr bardyorun yenisi ilə əvəz edilməsi planlaşdırılır. İşlərin müəyyən olunmuş qrafika uyğun olaraq bu ilin mart ayının sonunadək tam başa çatdırılması nəzərdə tutulur. İcra edilən tədbirlərin şəhərin piyada səkilərinin müasir tələblərə uyğunlaşdırılmasına, piyadaların hərəkətlərinin təhlükəsizliyinin təmin edilməsinə, eyni zamanda şəhər infrastrukturunun abadlaşdırılmasına xidmət edir. Vüsal Rafiqoğlu, Mirələ Məhmədov, Vəfa Hüseynova, Aran TV, Bərdə.